Bugün Zev səndən danışacağam. Düzdür, belə videolar mənim işim deyil. Heç belə videolar çəkmək niyyətində də deyiləm. Amma məni də izləyən az da olsa biraz insan var. Və onların sayəsində sənin toruna düşənlərin sayı azalsın deyə biraz səndən danışacağam. Mən idman videoları hazırlayıram. Bu söz sənə hardansa tanış gəlir, hə? Sən də illər əvvəl idman videoları çəkirdin. Daha sonrasında kontentini dəyişdin. Maraqlı da videolar çəkirdin. Halal olsun sənə. Amma zaman keçdikcə gördün ki, auditoriyan böyüyür və bu insanlardan əslində fərqli cür faydalanmaq olar dedin, hə? Ümid edirəm ki, bu video sayəsində heç olmasa 300, 500 və 1000 nəfər şübhəli vədlərin arxasında duran insanları və risklərini görə biləcək. Və bu bataqlıqdan çıxan hər bir adam mənə görə ən böyük uğur əldə etmiş olacaq. İndi isə çox uzatmadan gəlin elə videomuza keçək. Təsəvvür edin, bir gün sosial media izləyirsiniz. Güvəndiyiniz bir influencer sizə deyir: "Bu platformaya pul yatırın. Mən yatırdım və qazandım." Siz də ona inanırsınız. Çünki bu yad insan deyil. İllərdir izlədiyiniz, videolarına baxdığınız, həyatını sosial mediada sizinlə paylaşan biridir. Amma bəzən ekranda gördüyümüz o dırnaq arasında asan qazancın arxasında tam başqa bir reallıq dayanır. Bugün sizə Zev, yəni Ruslan Quliyevin ətrafında yaranmış mübahisələrdən və Farmania.com-un işi ilə bağlı ortaya çıxan məlumatlardan danışacağam. 18 mindən çox qeydiyyat, təxminən 400 min manatlıq zərər iddiası və piramida sxemi ilə bağlı cinayət işi. Bu hələ bizim bildiyimiz və araşdırılan hissəsidir. Amma biz bu videoda məqsədimiz kimisə məhkəmə qərarı olmadan günahkar elan etmək deyil. Məqsəd başqa bir şeydir. İnfluencerlara güvənərək pul yatırmağın nə qədər təhlükəli ola biləcəyini göstərmək. Çünki bu hekayənin ən vacib hissəsi Zevs deyil. Ən vacib hissəsi pulunu itirən insanlardır. Farmania.com platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə Daxili İşlər Nazirliyinin kiber cinayətkarlıqla mübarizə baş idarəsinə çoxsaylı şikayətlər daxil olub. Keçirilən əməliyyat texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb. Zevs, əsl adı Ruslan Quliyev. Azərbaycanda YouTube izləmisənsə, böyük ehtimalla bu adı eşitmisiniz. O 2018-ci ildən etibarən YouTube'da aktiv şəkildə kontent yaratmağa başladı. İlk vaxtlarda çəkdiyi videolar daha çox challenge-lar, gündəlik həyat, əyləncəli videolar, müxtəlif sosial media kontentlərindən ibarət idi. Zaman keçdikcə auditoriyası da böyüdü. Daha çox izləyici, daha çox baxış və təbii olaraq daha çox reklam. Burada hər şey normal görünür. Çünki böyük auditoriyası olan YouTuberlərin reklam alması adi haldır. Amma problem reklamın özündə deyil. Problem nəyi reklam etdiyindədir. Auditoriya böyüdükcə reklamların arasında pul qazanma və investisiya vədi verən platformalar da görünməyə başladı. Və məhz burada məsələ tam dəyişir. Çünki siz adi bir məhsulu reklam edəndə insan itkisi, məsələn, aldığı bir məhsulun keyfiyyətsiz olması normal halda ola bilər. Amma söhbət pul yatırmaqdan gedirsə, insan öz yığdığı pulu riskə atmış sayılır. Bir müddət sosial mediada qumar platforması, mərc saytları və müxtəlif dırnaq arasında pul qazandıran tətbiqlərə daha çox rast gəlinməyə başladı. Pul qazanmaq, bırak, qumarın zadın başını buraxın. Pul qazanmaq istəyirsiniz. Mən bir şeyə özüm prob edirəm, alınırsa əgər sizə də deyirəm. Deməli, Farmania.com bu saytı girdim, 1000 manat yatırım elədim. 9 gündə mənə hər gün 50 manat pul verir. Bugün sizə Azərbaycanın ən güvənilir yatırım saytını göstərəcəm. Farmania.com. Təbii ki, mən də yatırım edib sizə də tövsiyə eləyirəm. Sizə Azərbaycanın nömrə 1 yatırım səhifəsi ilə tanış eləyəcəm. Özüm artıq bir aydır ki, sınayırdım və istədim ki, sınadıqdan sonra sizinlə bölüşüm. Bu tip reklamlarda çox vaxt eyni üsullardan istifadə olunur. Influencer kameranın qarşısına keçir və deyir: "Baxın, mən bu platformaya pul yatırdım və qazandım." Ekranda rəqəmlər görsənir, hesaba pul atılır, bəzən hətta çıxarış etdiyini də göstərir. İzləyici isə bunu görəndə belə düşünə bilər: əgər Zevs bunu edib və pul qazanıbsa, deməli, həqiqətən də işə yarayır. Və ən təhlükəli məqam məhz budur. İnsan platformaya yox, influencerə güvənir. Gəlin bunu sadə bir nümunə ilə izah edib. Tutaq ki, Elvin adlı 20 yaşlı bir gənc var. İş axtarır, əlavə gəlir əldə etmək istəyir. Bir gün Zevsin videosuna baxır və orada belə bir platformanın reklamını görür. Elvin düşünür: niyə də yox? Əvvəlcə az pul qoyaram, 20 manat yatırır, bir neçə gün sonra hesabına baxır və görür ki, 35 manat olub. Pul həqiqətən artıb. Elvinin şübhəsi azalır. Düşünür: deməli doğrudan da işə yarayır. Bu dəfə 200 manat yatırır. Sonra 500, bəlkə də daha çox. Çünki artıq sistemə inanmağa başlayıb. Amma bir gün qərar verir ki, qazandığı pulu çıxarış eləsin. Və problem də burada başlayır. Məsələn, texniki problem. Ödəniş sistemi işləmir. Biraz gözləyin, vergi ödəməlisiniz, əlavə depozit yatırmalısınız. Bir gün keçir.
sonra 2 gün, sonra 1 həftə, pul gəlmir. Bir müddət sonra sayt bağlanır, sosial media hesabları silinir, dəstək xidməti yox olur və Elvin anlayır ki, artıq pulunu geri ala bilməyəcək. What the fuck? Burada bir şey qeyd etmək vacibdir. Bu sadəcə bir nümunədir. Amma piramida və investisiya sxemlərində istifadə olunan mexanizm məhz bu cür işləyə bilər. İnsanı əvvəlcə sistemin işlədiyini göstərirlər, daha sonra böyük məbləğ yatırmağa sövq edirlər və nəhayət pulunu çıxarmaq mümkün olmur. İndi isə gələk məsələnin ən ciddi hissəsinə. Farmania.com Farmania.com. Bu platformanın fəaliyyəti ilə bağlı Azərbaycan hüquq mühafizə orqanlarına çoxsaylı müraciətlər daxil olub. Daxili İşlər Nazirliyinin araşdırmalarında platformanın piramida sxemi kimi fəaliyyət göstərməsi ilə bağlı iddialar ortaya çıxıb. Araşdırmada əsasən insanların yüksək gəlir vəd edərək platformaya pul yatırmağa təşviq olunduğu bildirilib və ortaya çox böyük rəqəmlər çıxıb. 18 mindən çox insan, təxminən 400 min manat. Bu rəqəmlər sadəcə bir statistika qəbul etməyin. 400 min manat. Bu kiminsə illərdir yığdığı pul ola bilər. Kiminsə ailəsinin büdcəsi ola bilər. Kiminsə biznes qurmaq üçün saxladığı kapital ola bilər. Yəni söhbət sadəcə ekrandakı rəqəmlərdən getmir. Söhbət real insanların pulundan gedir. Bu iş çərçivəsində Ruslan Quliyevin qardaşı Hüseyn Quliyev də saxlanılıb və cinayət işi üzrə təsdiqləndirilən şəxs kimi göstərilib. İstintaq materialları onun platformanın fəaliyyətində və investisiya layihəsi kimi təqdim olunmasında rolunun olduğu iddia edilir. 2026-cı ildə dövlət ittihamçısının Hüseyn Quliyev üçün 10 il azadlıqdan məhrum etmə cəzası istədiyi bildirilib. Amma burada çox vacib bir məqam var. İttiham hökm demək deyil. Məhkəmənin yekun qərarı olmadan insanı cinayətkar adlandırmaq düzgün deyil. İndi ən çox verilən suala gəlirik. Bəs Ruslan Quliyevin bu işdə rolu nədir? Burada çox diqqətli olmaq lazımdır. Qardaşının cinayət işi üzrə təqsirləndirilməsi avtomatik olaraq Ruslan Quliyevin də cinayət törətdiyini göstərmir. Bu iki məsələ hüquqi baxımdan bir-birindən fərqlidir. Amma başqa bir sual yenə ortaya çıxır. Influencer reklam etdiyi platformaya görə nə qədər məsuliyyət daşımalıdır? Çünki böyük auditoriyaya sahib olan insanların sözünün təsiri böyük olur. İzləyici bəzən reklamı şirkətin özündən deyil, güvəndiyi şəxsdən qəbul edir və düşünür, əgər o reklam edirsə, deməli təhlükəsizdir. Əslində isə influencerin platformanı reklam etməsi onun təhlükəsizliyinə zəmanət vermir. Ona görə də xüsusilə maliyyə və investisiya mövzularında reklam edən şəxsin məsuliyyəti də ciddi müzakirə olunmalıdır. Çünki burada söhbət təkcə məhsuldan getmir, insanların pulundan gedir. Əslində bu məsələ təkcə Zevsə aid deyil. Dünyanın müxtəlif yerlərində oxşar sxemlə dəfələrlə ortaya çıxıb. Mexanizm isə çox sadədir. Birinci mərhələ etibardır. Influencer illərlə sizin qarşınızdadır. Siz onun videolarını izləyirsiniz, onun zarafatlarını bilirsiniz, həyatında müəyyən şeyləri görmüsünüz və zaman keçdikcə sanki onu şəxsən tanıyırmış kimi hiss edirsiniz. Bu isə sizdə etimad yaradır. Sonra ikinci mərhələ başlayır. Qazanc göstərilir, sizə platforma göstərilir. Baxın, bu qədər yatırdım, bu qədər qazandım. Ekranda rəqəmlər görünür, amma siz həmən rəqəmlərin arxasında nə olduğunu bilmirsiniz. Hesab həqiqi ola bilər, saxta ola bilər, müvəqqəti qazanc ola bilər və ya sizə göstərilən görüntüdür. Siz bunu tam oxuya bilmərsiniz. Daha sonra üçüncü mərhələ gəlir. Link. Və sonra vacib cümlə deyilir. Link aşağıdadır. İzləyicilər linkə daxil olur, pul yatırır, platforma qazanır, influencer reklam haqqını alır, amma problem yarananda riskin böyük hissəsi artıq izləyicilərin üzərində qalır. İndi isə ən vacib hissəyə gələk. Siz belə vəziyyətə düşməmək üçün nə edə bilərsiniz? Birinci, tez və asan pul vədinə inanmayın. 20 manat yatır, 200 manat qazan, gündəlik və zəmanətli gəlir. Risksiz investisiya bu kimi vədlər ciddi xəbərdarlıq siqnalıdır. İkinci, influencerın sözünü sübut kimi qəbul etməyin. Onun milyonlarla izləyicisi ola bilər, amma bu onun maliyyə mütəxəssisi olduğu anlamına gəlmir. Üçüncü, platformanı özünüz araşdırın. Şirkət hardan qeydiyyatdan keçib, lisenziyası varmı, şirkətin real ünvanı və hüquqi məlumatları varmı, müstəqil mənbələrdə onun haqqında nə yazılır? Bu suallara cavab tapa bilməsəniz pul yatırmayın. Dördüncü, əvvəlcə pul çıxara bilirsinizmi yoxlayın. Bəzi saxta sxemlərdə insanlara kiçik məbləğdə pul çıxarmağa imkan verir. Bu isə insanların sayta etibarını artırır. Sonra daha böyük məbləğlər yatırılır və problem də məhz bundan sonra başlayır. 400 min manat. Bu rəqəmi eşidəndə çoxumuz sadə 400 min manat düşünürük. Amma həmin rəqəmlərin arxasında insanlar var. Birinin toyu üçün yığdığı pul, başqasının uşağının gələcəyi üçün saxladığı pul, bir başqasının illərlə topladığı əmanət, bəlkə də kiminsə son pulu. Biz sosial mediada əsasən qazanan insanları görürük. Ekranda rəqəmlər artır, pul göstərilir, bahalı həyat göstərilir, amma itirən insanların hekayələri çox vaxt həmin videolarda göstərilmir. Onların karyeraları yoxdur. Onların milyonlarla izləyicisi də yoxdur. Sadəcə itirdikləri pullar var. Və buna görə də maliyyə qərarını heç vaxt yalnız sosial mediada gördüyünüz bir videoya əsasən verməyin.
Bu video kimisə məhkəmə qərarı olmadan cinayətkar elan etmək üçün hazırlanmayıb. Bu videonun məqsədi daha ciddi bir şey göstərməkdir. İnternetdə gördüyünüz hər şeyi həqiqət kimi qəbul etməyin. Böyük auditoriya doğruluğa sübut deyil. Məşhur olmaq, maliyyə mütəxəssisi olmaq demək deyil. Ekranda pul qazandığını görmək isə sizin də pul qazanacağınız anlamına gəlmir. Farmaniya işi ətrafında ortaya çıxan məlumatlar bizə bir daha göstərdi ki, bu məsələlərə ciddi şəkildə yanaşmaq lazımdır. 18.000 insan, 400.000 manat pul, bunlar sadəcə bir rəqəm deyil. Bunların arxasında real insanlar var. Ona görə də gələn dəfə sosial mediada kimsə sizə az pul yatır, çox pul qazan deyəndə bir anlıq dayanıb düşünün. Platformanı araşdırın, lisenziyanı yoxlayın, hüquqi məlumatlara baxın və ən əsası sizə qazanc vəd edən insanın qazancının hardan gəldiyini soruşun. Çünki internetdə ən təhlükəli şey bəzən saxta sayt deyil. Ən təhlükəli şey saxta güvəndir. Əgər bu video sizə faydalı oldusa, paylaşın. Bəlkə sizin paylaşdığınız bu video bir nəfərin bütün yığdığı pulu itirməsinin qarşısını alar. Və əgər belədirsə, bu video artıq öz məqsədinə çatmış deməkdir. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.